Salam əziz izləyicilər, mən bugün sizə utancaqlıq probleminin həllindən danışmaq istəyirəm. Deməli, əsl utancaqlıq problemi nədən qaynaqlanır? Bu əsasən daha çox qaynaqlanır ailədən ya da uşağın sosial və yaxud da insanın sosial mühitindən qaynaqlanır. Məsəl üçün ailədə daha çox uşağın sıxışdırılması, onun istəklərinə yaxşı bir reaksiyanın verilməməsi, yəni nəzərə alınmaması istəklərinin, eyni zamanda ətrafda məsələn dostları arasında və yaxud da sinif yoldaşlarının arasında daha çox geri planda qalması və onun fikirlərinin elə bil ki, nəzərə alınmaması, daha çox mühitdən uzaqlaşdırılması. Bura bullying aid ola bilər və bullyingin müxtəlif növləri də aid ola bilər ki, bunlar utancaqlığa uşaqda sonradan da səbəb ola bilər. Yəni kökdən, əvvəldən qaynaqlanır ailədən, amma əvvəldən olmasa da sonradan məsələn bu cür məsələlər, bullyinglər və bir çox sosial təcrid üsulları başqaları tərəfindən sonradan utancaqlığa səbəb ola bilən amillərdəndir. Bəs bu utancaqlığın aradan qaldırılması mümkündürmü? Yəni bütöv 100% aradan qaldırıla bilərmi? 100% əgər sizdə əvvəldən bu varsa, yəni xarakter olaraq artıq formalaşıbsa, deyərdim ki, 100% aradan qaldırmaq mümkün olmayacaq. Amma müəyyən qədər 70% deyərdim aradan qaldırmaq mümkündür. Burada əsas amil nədən ibarətdir? Siz özünüzə güvənməlisiniz bu yolda. Güvənməlisiniz ki, mən həqiqətən də bu problemin həllini tapacağam və burada qalib mən olacağam. Siz qorxmadan bu addımı atmalısınız. Qarşı tərəfi, yəni qarşını görməsəz də bu addımı, bəzi addımları siz atmağa bacarmalısınız və çəkinmədən atmalısınız. Bunu yenə deyirəm. Bir şeyin alınıb alınmaması siz üçün maraqlı olmamalıdır. Yəni mən bu sözü ona desəm, o necə reaksiya verəcək və yaxud da mən bunu atsam, bu addımı atsam həqiqətən alınacaqmı? Bunu siz düşünmədən bu addımları atmalısınız. Yəni danışmalısınız. Qabaqdakı, qarşıdakı insanla istədiklərinizi dilə gətirməlisiniz. Düşünməməlisiniz ki, o məni qəbul edəcək, yoxsa qəbul eləməyəcək. Çünki sizin burada əsas məqsədiniz o özünüzdəki utancaqlıq problemini aradan qaldırmaqdır. Çünki utancaqlıq probleminin kökündə həm də çəkingənlik də olur. Məsələn, qorxaqlıq da olur bəzilərində. Amma bəzilərində məsələn qorxaqlıq olmur, sadəcə çəkingənlik və utancaqlıq olur. Həddən artıq qarşı tərəfi düşünmək olur. Və siz burada əsas məqsədiniz qarşı tərəfi həddən artıq düşünməyi buraxmağınız lazımdır. Bu problemin əsas həllərindən biri də budur. Siz qarşı tərəfi düşünməsəz, özünüzü daha çox düşünsəz, yəni 70% özünüz, 30% qarşı tərəf düşünsəz, bu utancaqlıq probleminin həlli daha asan, daha rahat bir yolla həll oluna bilər. Həmçinin növbəti üsul isə qarşı tərəfin və ümumiyyətlə bu fərq yoxdur, ailənizdən olsun və yaxud başqa dost çevrənizdən olsun, sizin fikirlərinizi idarə eləmələrinə imkan verməyin. Məsələn, siz bunu istəyirsinizsə, içdən həqiqətən də öz istəyinizi bilin. Yəni mən bunu istəyirəm. Yalnız qalın, bu qərarı yalnız verin. Bunu istədiyinizə əmin olun və qarşı tərəfə də bunu qəbul etdirin. Mən həqiqətən də bunu istəyirəm. Yəni bunu qarşı tərəf qəbul eləməsə də bu siz üçün önəmli olmasın. Sizin istədiyinizi qarşı tərəf qəbul eləmədi. Bu siz üçün önəmli olmasın, yəni. Siz üçün öz istəyiniz daha öndə olsun. Yəni utancaqlığın qarşısının alınması da bu cürdə həyata keçir. Növbəti əsas addımlardan biri də ondan ibarətdir ki, danışmaq məsələn önəmlidir. Sosial çevrənizlə, hər kəslə, yaxınınızdakı hər kəslə və yaxud sosial platformalarda da daxil olmaqla danışmağa üstünlük verin. Məsələn, fərqi yoxdur ki, o insanla yaxınlıq qurasınız. O sadəcə danışın, yəni ünsiyyət qurun. Bu cürdə siz o utancaqlığın qarşısını müəyyən qədər almağa köməklik göstərmiş olacaqsınız. Və bu addımlar mütəmadi olaraq atılmalıdır ki, faydası görülsün. Çünki bir dəfə atıldı, iki dəfə atıldı, bir dəfə oldu, iki dəfə olmadı, gah oldu, gah olmadı. Artıq burada
yaxşı bir nəticə alınmayacaq. Ona görə mütəmadi olaraq siz özünüzə inanıb bu addımları atmalısınız ki, nəticə daha tez və gözəl alınsın. Məndən bu qədər. Sağ olun, özünüzə yaxşı baxın. Videoları bəyənib abunə olmağı unutmayın.